Hər birinizə Rəbbin lütfü və sülhü olsun. Doğrudan da Rəbbi izzətləndirmək, ona ilahilərlə, dualarla izzət oxumaq və onun nə qədər böyük olduğunu elan eləmək bu möhtəşəmdir. Çünki həyatımızda məncə ondan böyük, ondan dəyərli bir varlıq yoxdur ki, ona doğrudan da həqiqətən həmdlər edə bilək. Yeganə o buna layiqdir. Demək əziz qardaşlar və bacılar, sizinlə yenidən keçən dəfə kimi silsilə vaazları davam etmək istəyirdim. Bu 1-ci Şamuel kitabındandır. Şamuel Peyğəmbərin kitabından və biz yadınızdadırsa hökmdar Şaulun həyatından danışırdıq və onun həyatında baş verən hadisələrin və etdiklərinin həyatına, ətrafına və bugün bizə təsirinə. Və çox vacibdir ki, biz bunu bilək. Biz keçən dəfə öyrəndik ki, Allah Şamuel Peyğəmbər vasitəsilə Padşah Şaula deyir ki, get Amalekliləri, yəni günahkarları qır və məhv elə. Bu Allahın cəzası idi. Və biz görürük ki, Şaul Amaleklilərin hamısını məhv etmədiyini, yaxşı heyvanları saxladığını və padşahı sağ saxladığını gördük və danışdıq bu haqda. Və bundan sonra nələr baş verir? Bugün onu biraz araşdıracağıq. Biz görürük ki, bundan sonra Şamuel xəbər tutur və gəlir padşahın yanına. Şamuel ona Rəbbin Şaula və Şaul haqqında dediyini ona deməyə başlayır. Görün birinci ona nə deyir? 1 Şamuel 15-17. Görün, burada çox gözəl bir fikir var. Şamuel dedi, sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məhz etməyibmi? Bu sözlər məncə Şaula şillə kimi idi. Şaul bu sözlərdən sonra əslində ayılmalı idi. O dərk etməli idi ki, o heç kim idi. Allah onu toz torpaqdan qaldırıb padşah etdi. Allah onu öz xalqının padşahı olmağa layiq bildi. Şaul bunu öz qəhrəmanlığı ilə, öz cəsarəti ilə əldə etmədi. Yaxşı oğlan olduğu üçün də əldə etmədi. Nəslinin xüsusi bir nəsil, geninin xüsusi bir gen olduğu üçün də əldə etmədi. Onu bura gəlib çıxması, padşah olması, bütün xalqın başında dayanması, Allahın ona dəyər verməsi və Allahın onu seçməsi idi. Özü bunun üçün heç nə eləməmişdi. Və buna layiq biri də deyildi. Bu bizə nəyi xatırladır əslində? Əslində bu bizə xatırladır ki, biz İsa Məsihdən əvvəl kim idik? Allahdan məhrum, kəlamda yazılıb. Günahkar, günahlarımıza görə ölmüş, yad, qərib və gəlmə idik. Amma Allah bizə dəyər verdi. Heç bir dəyərimiz yox idi. Məsihin çarmıqda etdiyi iş sayəsində, ölüb dirilməsi sayəsində biz bugün onun qanı sayəsində dəyərli olduq. Bizi dəyərli edən bizdə olan nələrsə deyil. Bizi dəyərli edən Rəbbimiz İsa Məsihdir. Bilirsiniz, bir əşyanın üzərində hansısa brend firmanın olması, o loqonun olması o əşyanın dəyərini göstərir. İstəyirsən onu nədən tikirsən tik, fərqi yoxdur. Amma o əşyanın üzərində o firmanın şəkli, loqosu varsa, bu həddən artıq bahalıdır. Amma başqa heç bir loqosu olmayan bir əşya gətir, nə qədər qiymət qoysan da onu dəyərli elə bilməyəcəksən. Çünki onu dəyərli edən o firmanın adı və onun loqosudur. Başqa şey deyil. Bizi də
dəyərli edən Rəbbimiz İsa Məsihin çarmıqda axıtdığı qandır. Bəzən biz çoxları özünə həddən artıq əhəmiyyətli sayır. Düşünür ki, o olmasa iş getməyəcək. Bəziləri özünü həddən artıq yüksəyə qaldırır. Biz Qalatalılar 6-cı fəsil 3-cü ayədə yazılıb. Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, özünü aldadır. Həddən artıq özümüzə əhəmiyyətli sananda özümüzü aldadırıq. Özümüzü həddən artıq əhəmiyyətli saymalı deyilik. Bizə əhəmiyyətli edən Rəbbimizdir. Şaul artıq özü barədə yüksək fikirdə idi. O özünə heykəl, abidə qoydurur və qürurlanır. Özünü çox yüksəldir. Amma Allah Paul vasitəsilə Romalılara məktubda bizə çox gözəl bir fikir deyir. Deyir ki, Romalılar 12-də, deyir, mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın. Bunu Allah bizə deyir. Lazım olduğundan artıq. Ayənin əsas ideyası özünü düşündüyündən daha yüksək hesab etmə. Bu cür qürur və təkəbbürdən çəkinməyə çağırır Allah bizi Paul vasitəsilə. Paul təvazökar düşüncəyə çağırır ki, bu da insanın öz məhdudiyyətlərini və Allahdan asıllığını dərk etmək deməkdir. Şaul isə artıq bu təvazökarlığı və bu həlimliyi itirmişdi. Bugün Allah bizə də deyir, özümüz haqda yüksək fikirdə olmayaq. Özümüzü həddən artıq əhəmiyyətli saymayaq. Hər gün xatırlayaq, harda idik və Məsih sayəsində bugün hardayıq. Unutmayaq, Məsih olmasaydı həyatımız harda olardı? Məzmur 103-də Davud çox gözəl fikirlər deyir. Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları. Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, gümrah qartala oxşadan. Davud da padşah idi, amma bütün izzəti Rəbbə verirdi. Unutma, əslində burada silmə yaddaşından mənasındadır. Şaul elə bil unutmuşdu. Əslində çox uzun dövr padşah deyildi hələ, amma artıq tez bir zamanda unutdu. Allahın ona verdiyi imtiyazları unutmuşdu. Bu onun sanki kimliyini unutmaq kimidir. Və Şamuel deyir ki, sən belə elədin və Şaulun cavabına baxın. Şaul Şamuel dedi, mən Rəbbin sözünə itaat etdim. Rəbbim mənə göndərdiyi yürüşə getdim, Amalek padşahı Aqaqı bura gətirdim. Amalekliləri isə tamamilə məhv etdim. Lakin xalq talan malından qoyunları və öküzləri məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Gilqalda Allahın Rəbbə qurban versin. Allahım yox, yenə deyir Allahın Rəbbə. Yenə özünə bəraət, yenə özünü görməmək. Etiraf edib tövbə etmək əvəzinə vəziyyətdən çıxış yol axtarır. Allaha sübut etmək istəyir ki, sənin dediyini etdim. Yenə hansısa insana sübut etmək istəsəydi, adam yenə deyərdi ki, bu etdi də. Sən Allaha sübut etmək istəyirsən. Günah üstündə tutulur, amma yenə də boynuna almaq istəmir. Belə xarakterli insanlar əslində çox təhlükəlidir. Xalq ən yaxşıları götürür, amma o zaman Şaul
heç nə etmir. O xalqın günah etdiyini görür, amma qarşısını almır. Əgər mən də qardaş bacımın günaha getdiyini görürəmsə, qarşısını almıramsa, sadəcə əlimi sallamışam, dayanıramsa, mən də Şaul kimi etmiş oluram. Əgər mən qardaş bacımın hansısa pis yola getdiyini görür və susub yan keçirəmsə, mənim də Şauldan heç bir fərqim olmur. O, Allahdan çox xalqdan qorxur, ya da özü də xalq kimi ürəyində belədir. Bilirsiniz, bizim üçün insanların deyil, Allahın əmrləri və ayələri vacib olmalıdır. Allahın sözləri bizim həyatımızda ən əhəmiyyətli olmalıdır. Sual budur. Mənim üçün kimin sözləri əhəmiyyətlidir? Allahın, yoxsa insanların? Kimin fikirləri vacib və dəyərlidir? Allahın, yoxsa insanların? İsa Məsih haqqında insanlar minlərlə söz deyir. Bizim deyil, o başqalarınındır. Allah oğlu ola bilməz. Günahdır bunu demək. Allah yer üzünə gələ bilməz. Nə danışırsan? Bu küfürdür. Amma bugün sən və mən kimə qulaq asacağam? Allahın bizim əlimizdə olan bu sözlərinə, yoxsa kiminsə dediyi hansısa fikirlərə? Qərar sənin və mənim əlimdədir, başqalarının deyil. Və Samuel 22-23-cü ayələr. Rəbb öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Böyük bir sual. Bax, itaət etmək qurbandan, qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. Çünki üsyankarlıq falçılığa bərabər günahdır. İnatkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki, sən Rəbbin sözünü rədd etdin, o da səni padşahlıqdan rədd etdi. Məncə, Əhd-i Ətiqdə ən güclü ifşa edici ayələrdir. Bu çox ağır bir zərbə idi Şaul üçün. Biz bundan sonra daha da ağır gələcək. Bu ayələrdə Rəbbin nədən xoşu gəldiyi və Rəbb nə üçün vacib olduğunu aydın formada deyir. Əgər mən Rəbbə sual verirəm ki, ya Rəbb, məndən nə istəyirsən? Əgər belə bir sual verirəmsə, nə vaxtsa Rəbbə, burada yazılıb. Rəbb itaət və sözə qulaq asılmaq istəyir. Burada Rəbbin bizdən nə istədiyi açıq-aydın görünür. Allah İsrail xalqından bilirsiniz ən çox nə istəyirdi? Əhd-i Ətiqə baxanda biz görürük. Çoxlu qurbanlar istəyirdi. Xoş ətirli qurbanlar, bunları yandırsınlar, iç piyini yandırsınlar və bu Rəbbə xoş ətirli idi. Amma burada bizə bilirsiniz nə aydın olur? Hər şeydən də dəyərli və vacib Allahın sözünə itaət etməkdir. Bir nəfər çox gözəl deyir. Deyir, 22-ci ayəni biz əzbərləməliyik. Bu, Allahın kəlamının klassikidir. İlk və sonuncu və həmişə itaət. Bu, Rəbbə xidmət etmək üçün, etmək və onu razı salmaq istəyənlərin şüarı, bayrağı olmalıdır əllərində. Allah, yalnız Allahı razı salan şey, yalnız itaətkar ağıl özündə yaxşı bir şey daşıyır. Belə bir xasiyyət olmadan qurban kəsmək yaxşı deyil və heç bir mənəvi dəyəri yoxdur. Buradan görə bilərik ki, çox vaxt insanlar qurbanları düzgün olmayan ürək ilə gətirirdilər. Onlar sadəcə adətə görə nələri edirdilər?
amma ürəkləri Allaha yaxın deyildi. Necə İsa Məsih Yeşaya Peyğəmbərin kitabından çox gözəl bir ayə misal gətirir. Mark 7:6-da yazılıb. Yeşaya Peyğəmbər siz ikiyüzlülər üçün yaxşı söyləyib. Yazıldığı kimi, bu xalq dodaqları ilə mənə hörmət edir, amma qəlbləri məndən uzaqdır. Boş yerə mənə səzdə edirlər. İnsan əmrlərindən çıxardıkları təlimləri öyrədirlər. Bu çox dəhşətlidir. İnsan dodaqları ilə, danışdığı ilə, görünən əməlləri ilə güya Allaha hörmət edir. Amma əslində belə deyil. Əgər biz həqiqətən Məsihdə deyilik və ona tam itaət etmiriksə, bizim toplantıya gəlməyimiz, güya ibadət etməyimiz, onu güya izzətləndirməyimiz hamısı boşdur. Heç bir əhəmiyyət daşımır. Əhəmiyyətli bilirsiniz nədir? Qulaq asmaq Rəbbə və ona itaət etmək. Biz görürük ki, Şaul da buna icazə verdi. Həyatında güya heyvanları Allah üçün sağ saxlamışdı. Güya Allahın əmrlərini icra etdi. Biz Rəbbin kəlamına diqqətlə nəzər salsaq görərik ki, Allah günaha nifrət edir. Amma Allahın günaha nifrət etdiyini görəndən sonra bir şeydə başa düşürük ki, Allahın günah siyasını tutsaq, birinci, ikinci yerlərdə həmişə falçılıq və bütpərəstlik dayanacaq. Sanki Şaul falçılıq və bütpərəstlik etmişdi. 26-cı ayda görürük ki, Şamuel Şaula dedi, mən səninlə geri qayıtmayacağam. Çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi. O, Rəbbin əmrini rədd etdiyi üçün Rəbb onu padşahlıqdan rədd etdi. Rədd etmək etinasızlıq göstərmək deməkdir. Xor görmək deməkdir. Diqqətdən kənarda qalmaq deməkdir. Yox olmaq mənasındadır. Necə Şaul Allahın əmr və sözlərinə qarşı belə etinasızlıq etdi? Xor baxdı, diqqətindən kənarda saxladı, indi öz əkdiyini biçdi və özü o vəziyyətə düşdü. Ehtiyatlı olaq, əziz qardaşlarım və bacılarım. Allahın sözünə etinasızlıq etmək. O söz bizim diqqətimizdən kənarda qalmasın. Ayda bir dəfə, həftədə bir dəfə o söz oxunarsa, Şaul kimi hərəkət edəriksə, biz ona etinasızlıq edəcəyik. Əgər biz Rəbbin dediklərinin əksini ediriksə, avtomatik Şaul kimi etmiş oluruq. 27-ci ayədən 29-a kimi oxumaq istərdim. Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu. Şamuel ona dedi, bugün Rəbb də səni İsrail padşahlığından bu cür qoparıb səndən yaxşı olan yaxınına verdi. Məncə bu artıq nokaut vəziyyəti idi Şaul üçün. Bundan da ağır bir zərbə gözləmirdi bəlkə Şaul. Bu çox ağır idi. Səndən yaxşı olan yaxınına verdi və bu misal onu çox gözəl göstərir. Ətəyinin qopması, yəni bu bir illüstrasiya idi, bir təsvir idi. Paltarının ətəyini qopartdı və bununla da göstərdi ki, sən ayrıldığın padşahlıqdan. İsrailin izzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin. Bu 29-cu ayə idi. 29-cu ayə əslində həm məni ruhlandırır, həm də oyaq saxlayır. Oyaq saxlayır çünki Allahın dediklərinə qarşı çıxaraq yaşasaq, nəticəni yaşayacaq.
ruhlandırır. Çünki Allahın bizim üçün olan planlarının və məqsədlərinin qarşısını heç kəs ala bilməz. Allah bizə bərəkət və xeyir-dua verirsə, mütləq onu yerinə yetirəcək. Əyyub 42-də yazılıb, bilirəm, sən hər şeyə qadirsən, sənin istəyin qarşısı alınmazdır. Burada Allahın istəyi onun niyyətidir, onun arzusudur, onun sənin mənim həyatımda etmək istədikləridir. Yaxşı həqiqətlər etmək istədikləridir. Və bunun qarşısını heç kəs ala bilməz. İstəyirəm, bu ayə sizin üçün bir ruhlandırma olsun. Əzizim, əgər Rəbb sənin həyatında yaxşı işə başlayıbsa, onu yerinə yetirib bitirəcək və bunun qarşısını heç kəs ala bilməyəcək. Və biz burada ilk dəfə Davud haqqında danışıldığını görürük. Adı çəkilməsə də, amma bunun haqqda artıq eşidirik. Buradan başlayaraq Davudun həyatı bütün İncil boyu keçəcək. Bütün Əhdətik boyu demək olar ki, keçəcək. Şamuel bəlkə də bilmirdi o kimdir. Çünki biz görürük ki, hələ Allah ona heç nə deməmişdi. Amma Şamuel Allahın sözünü dedi. Və o ancaq Allahın dediklərini deyir. Biz bir neçə yerdə görürük ki, Şaul üzr istəyir, bağışla deyir, amma buna baxmayaraq Rəbb onu qəbul etmir. Axı Rəbb bağışlayandır. Rəbb mərhəmətlidir. Biz hər yerdə bunu danışırıq, vəz edirik. Biz gürültülü danışırıq ki, Rəbb bizi sevir, Rəbb bağışlayandır, mərhəmətlidir, Rəbb sevəndir, Rəbb keçir günahları, unudur. Və niyə Şaulu Allah bağışlamadı? Niyə burada Allah onu rədd edir? Niyə onun üzrünü qəbul etmir? Niyə? Çünki Şaul 30-cu ayədə görün nə deyir. Şaul dedi, günaha batdım. Rica edirəm, indi xalqımın, ağsaqqalın və İsraili qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allaha səcdə qılım. O sadəcə öz hörmətinə düşünürdü. Öz nüfuzunu düşünürdü. Bu həqiqi tövbə və etiraf deyildi. Bu yalancı etiraf idi. Şaul bunu görməyə bilərdi. Şamuel bunu görməyə bilərdi. Amma məncə bilirəm ki, o görürdü. Amma görməyə bilərdi də o insandır. Amma Allahdan ki, gizlədə bilməyəcəksən. Allah ki, görürdü Şaulun ürəyini. Rəbb görür ki, Şaulun ürəyi peşman deyil. Əgər onun ürəyi həqiqətən peşman olsaydı, Rəbb ona xor baxmazdı. Bir söz bayaq qardaşım 51-ci məzmurdan oxudu. Mən də 51-17-ni oxumaq istəyirəm. Allaha məqbul olan qurban sınmış ruhdur. Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ya Rəbb, deyir Davud. Kaş o həqiqətən peşman olardı. Kaş həqiqətən peşman olardı. Ruhunu sındırardı. Amma Allah onun ürəyini gördü. Bugün hər birimiz bir-birimizdən çox şeyləri gizlədə bilərik. Amma Rəbdən deyil. O bizi görür və bilir necə yaşayırıq və ürəyimiz necədir. Bilir ki, biz göstərişlə ibadət edirik, yoxsa həqiqətən Rəbbə ibadət edirik. Bilir o biz hansı hərəkətlərimizi ürəkdən gələrək edirik, yoxsa sadəcə başqaları görsün deyə edirik. O görür. Şaul ürəyində insan izzətini üstün tutmaq var idi. O Allaha izzət verməkdən çox insanlara izzəti verdi. Görürsünüz, İncildə də belə bir yer var. Kahinlər deyir, bəziləri imana sarıldı. Amma insan izzətindən qorxduqları üçün onu gizlətdilər. Başqaları mənim haqqımda nə düşünər? İnsanların yanında hörmətdən düşərəm. Mənə hörmət etməzlər. Əzizlərim, əgər bugün sənin həyatında İsa Məsihi qəbul etmə şansı yaranırsa, o zaman insanların sənə nə deyəcəyini deyil,
Allahın səni qəbul edəcəyini düşün. Düşünmə ki, başqaları sənə nə deyəcək, nə düşünəcək. Qoy desinlər, qoy düşünsünlər. Onlar həmişə nəsə düşünəcəklər. Amma biz bugün Rəblə qarşılaşırıqsa, onu qəbul edək. Baxmayaq mənə nə deyəcək, nə düşünəcəklər. Bu bizim mədəniyyətdə, mentalitetdə var. Mənim haqqımda qonşular, qohumlar, nə bilim, əqrabalar, yaxınlarım, yoldan keçənlər nə deyəcək? Qoy nə deyirlər, desinlər. Biz Rəbbi qəbul edib onunla yaşayaq. Və sonra Şamuel Amalek padşahı Aqı cəzalandırır və öldürür. Və ona belə bir şey deyir. Deyir, necə Aqaqın qadın və uşaqlarla etmişdisə, Allah Şamuel vasitəsilə Aqaqa da onu etdi. Əkdiyini biçdi. Bilirsiniz, fəslin son ayəsi məni çox kədərləndirir. 35-ci ayədə görün nə yazılıb. Şamuel ölənə qədər daha Şaulu görmədi. Çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahlıq etdiyinə peşman olmuşdu. Şamuel bir daha Şaulu görmədi. Amma Şaulu unutmadı. Ona görə çox kədərləndi və onun dərdini çəkirdi. Siz dərdini çəkirdi deyir, orijinal mənada belə tərcümə olur. Hönkür-hönkür ağlayıb yas tutmaq. Mən düşünə bilmirəm ki, burada Rəbb nələr çəkirdi. Burada peşman olmaq kədəri göstərir. Şaul məhv olmağa gedirdi. Və hər bir insan üçün Rəbdən uzaqlaşmaq Rəbbi həddən artıq çox kədərləndirir. Əgər bu Samueli belə kədərləndirmişdisə, görün Rəbb daxildən nələr çəkirdi. Onun övladları ondan uzaqlaşanda. Və yaxud itmiş insanlar olanda biz görürük. Hansı ki onlar heç vaxt Rəbbi tanımayıblar. Gör bu Rəbbi nə qədər kədərləndirir. Hər gün bütün dünya onun gözü qarşısındadır. Və hər gün insanların günahda yaşadığını görür və günahdan uzaqlaşmadığını Rəbb görür, məhv olduğunu görür. İnsanlar özlərini cəhənnəmə göndərdiyini Rəbb görür. Və buna yaşamaq çox ağırdır əslində. Və Rəbb bizi sevdiyi üçün bizim üçün böyük bir iş gördü. Özü elə kədərlənir ki, onların xilas etməyi istəyir deyə 2000 il öncə oğlu İsa Məsihi göndərdi. Heç kim istəməz ki, öz övladını günahkarlar üçün qurban versin. Heç bir valideyn bunu etməz. O valideynə xəstə deyərlər, başdan xarab deyərlər. Amma biz Allahımızın, atamızın oğlunu yer üzünə bizə görə göndərdiyinin şahidi olanda biz ona xəstə demirik. Biz deyirik ki, bu ən böyük sevgidir. Bu ən böyük qurbandır. Milyonlarla, milyardlarla qurbandan üstün bir qurban İsa Məsihin çarmıxda ölüb dirilməsidir. Və biz sadəcə onu qəbul edib Allahın kədərini sevincə çevirə bilirik. Bilirsiniz, Luka müjdəsində çox gözəl bir ayə var. 15-ci fəsil 10-cu ayədə yazılıb. Sizə bunu deyirəm. Allahın mələkləri önündə tövbə edən bir günahkara görə sevinc olur. Təsəvvür edirsiniz? Allahın mələkləri önündə sevinc nə zaman olur? Nə zaman ki, insan günahdan dönüb İsa Məsihi qəbul edir və onu xilaskar olaraq qəbul edir. Bax, o zaman Allahımızı razı salır. Bax, o zaman Rəbbimizin ürəyini şad edib sevindiririk. Gəlin Rəbbimizə uyğun yaşayaq. Onu hər zaman sevindirək və onun lütfündə addımlayaq. Qoy Rəbb hər birinizə xeyir dua versin.